Baku TV-nin süjetində səsləndirilən məsələlərlə bağlı bildiririk ki, Devin Film Məhdud Məsuliyyətli Cəmiyyəti aktyorluq üzrə xüsusi təlimlər təşkil edən peşəkar mərkəzdir. Təlimlər tanınmış universitet müəllimləri, pedaqoqlar, əməkdar və xalq artistlərinin iştirakı ilə keçirilir və məqsəd gənclərin yaradıcı potensialını inkişaf etdirməkdir. Təlimlərə qoşulan hər bir iştirakçı ilə yazılı müqavilə bağlanır. Kursu bitirmək aktyor olmaq üçün zəmanət deyil, lakin istedadlı tələbələr layihələrdə iştirak etmək imkanı qazanırlar. Burada eğitim alanda da demişdim, yəni ümumiyyətlə söhbətlər yeri indi də deyirəm. Ay kişinin balası, hamı birdən çəkilə bilməz bir dənə kimi. Əlbəttə. Çox üzr istəyirəm, buradan ən yaxşıları seçiləcək. Bəyəm, məktəbi qutaran kimi elə bir şey var ki, hamı universitetə daxil olmalı. Yoxdur elə bir şey. Kimin əqli, kimin savadı, kimin zəhməti çatırsa, zəhmət çəkibsə, o da daxil olacaq. Əlbəttə. Və dələduzluq məsələsi burada istisna olunur bir faktla ki, Devin Media ən böyük şayə və böhtan nə idi ki, Devin Media cəmaata eğitim verir, pul alır, amma nə kino olacaq, nə bir şey, heç bir şey. Düzdürmü? Düz sual eləyirəm. Bu eğitimin nəticəsi kino çəkməkdirsə, kino artıq çəkilir. Özümüz də burada hamı olan. Bəli, sübut var, bəli. Sadəcə üzr istəyirəm, bir kinoya burada eğitim alanların hamısı çəkilə bilməz. Ola bilər gələcəkdə başqa proyektlər olar. Ola bilsin epizodik rollar olsun. Ola bilsin növbəti seriyaları çəkilsin. Demək istəyirəm ki, Devin Media eğitim aldı, seçdi aramızdan və çəkdi. Hazırda da çəkilişlər gəlir. Hardadır burada dələduz, üzr istəyirəm. Yoxsa müqavilədə hamıya birbaşa yazılıbsa ki, bəli, biz sizi baş rola çəkəcəyik və onu etmirsə, o başqa mövzu. Mən bildiyimə görə orada elə bir şey yoxdur.